Bugünkü tədbirimizin məqsədi şəhid övladlarımızın şərəfinə adlandırdığımız Zəfər yolu. Sözü Azərkosmosun sədr müavini Fuad müəllimə vermək istəyirəm. Azərbaycan Dövlətinin Kosmik Agentliyi olaraq biz hər zaman çalışmışıq diqqət ayıraq bizim Azərbaycan dövlətimizin inkişafına. Azərbaycan Milli Antidoping Agentliyinin sədri Təxminə xanımın xoş sözlərini eşitmək üçün dəvət edirik. AMADA və Azərkosmosun birgə təşkilatçılığı ilə şəhid övladlarının Türkiyənin Bursa şəhərində yerləşən Kosmik Aviasiya Tədqiqat Mərkəzinə səfərini reallaşdırmaq bizim üçün böyük şərəfdir. Bu layihənin həyata keçirilməsinə dəstək verən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Xanımı dəvət edirik. O da xoş sözlərini bizim övladlarımız üçün bildirsin. Növbəti uğurlu bir layihədə sizlərlə görüşməkdən qürur duyuruq və Zəfər Təşkilatının rəhbəri olaraq mənim üçün həqiqətən belə layihələr və bizim idarə heyəti üçün belə layihələr çox önəmlidir.